Gələn ildən maaşdan gəlir vergisi tutula bilər. Rəqəmlər açıqlandı. Azərbaycanda 2019-cu ildən qüvvədə olan qeyri-neft, qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin ləğv edilməsi nəzərdə tutulur. Report xəbər verir ki, bununla bağlı vergi məcəlləsinə təklif edilən dəyişikliklərdə güzəştin müddəti artırılmayıb. Layihəyə əsasən 2026-cı ildə aylıq gəliri 2500 manata qədər olanlar bunun 3% qədər vergi ödəyəcək. Bu nisbət 2027-ci ildə 5%, 2028-ci ildənsə 7% olacaq. Aylıq gəliri 2500 manatdan 8000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat, üstəgəl 2500 manatdan 8000 manata qədər hissənin 10% qədər, 2027-ci ildə 125 manat, üstəgəl 2500 manatdan 8000 manata qədər hissənin 10% qədər, 2028-ci ildənsə 175 manat, üstəgəl 2500 manatdan 8000 manata qədər hissənin 10% qədər olacaq. Aylıq gəliri 8000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat, üstəgəl 8000 manatdan artıq hissənin 14% qədər, 2027-ci ildə 675 manat, üstəgəl 8000 manatdan artıq hissənin 14% qədər, 2028-ci ildənsə 725 manat, üstəgəl 8000 manatdan artıq hissənin 14% qədər olacaq. Qeyd eləyək ki, vergi məcəlləsinə dəyişikliklər layihəsi 2026-cı ilin büdcə zərfinə daxildir və Milli Məclisin müzakirəsinə təqdim olunacaq. Bu qayda qanun layihəsini Prezident İlham Əliyev təsdiq elədiyi halda qüvvəyə minə bilər.